Bugün Aliyan Tur operatorunun təşkilatçılığı ilə tibbi turizmin inkişafına həsr olunan geniş ənənəvi illik tədbir keçirilib. Aliyan şirkəti artıq 20 ildir ki, aktiv şəkildə tibbi turizmin inkişafı ilə məşğuldur. Müasir həyatın sürətli ritmində həm fiziki, həm də mental sağlamlığa xüsusi diqqət yetirən şirkət səhhətimizin qayğısına qala bilmə imkanını hər kəs üçün əlçatan etməyə çalışır. Məhz bu məqsədlə tibbi turizmin inkişafına həsr olunan illik ənənəvi tədbirə Çexiya, Macarıstan, Litva, Sloveniya, Çin və bir sıra digər ölkələrdən aparıcı mütəxəssislər dəvət edilib. Onlar təcrübələrini və beynəlxalq səviyyədə sınaqdan keçirilən sağlamlıq modellərini tədbir iştirakçıları ilə bölüşüblər. Yerli resurslarımızı da unutmamalıyıq. Təəssüf ki, hələ də çoxsu Naftalanın, Lənkəranın, Bakı sanatoriyalarının, yeni Caspian Mare Retreat sağlamlıq mərkəzinin imkanları barədə, resursları barədə kifayət qədər məlumatlı deyil. Biz bu dəyərli mənbələri daha yaxından tanıtmaq üçün həmin mütəxəssisləri də buraya dəvət etmişik və nəhayət ki, qeyd etmək istərdim ki, 2026-cı ildə yeni sanator kurort kompleksi Kəlbəcər istisonunun açılışını çox böyük səbirsizliklə və maraqla gözləyirik. Bu açılış Azərbaycanda tibbi turizmin inkişafında yeni bir səhifə olacaq.